Salam əziz uşaqlar, bugün sizlərlə Landau nəşriyyatının 4-cü siniflər üçün olan monitoring kitabından Yekun monitoring 6-nın Azərbaycan dili sualının izahını paylaşacağım. Baxaq ilk əvvəl sağ tərəfdə olan suallara, ilk 3 suala baxaq, növbəti sonra mətnlə bağlı suallara keçid edəcəyik. Birinci, verilmiş cümlələrdən birində işlənmiş təngə gəlmək ifadəsinin əvəzində işlənə bilən ifadələr müəyyən edin. Artıq səbrim tükənib, hər dəfə gecikməyindən təngə gəlmişəm, biraz məsuliyyətli ol. Burada təngə gəlmək yorulmaq mənasındadır. İndi baxaq görək variantlardan hansı yorulmaq mənasında işlənir. Birinci, cana doymaq. Bəli, bu yorulmaq mənasındadır. İkinci, baş sındırmaq. Xeyr, bu fikirləşmək deməkdir. Üçüncü, başından tüstü çıxmaq. Xeyr, bu da hirslənmək deməkdir. Dördüncü, boğaza yığılmaq. Bəli, bu da yorulmaq deməkdir. Doğru variant olacaq 1 və 4. A bəndi. Keçirik ikinci suala. Hansı cümlədə məcazi mənada işlənmiş söz var? A. Səhər gün çıxmamış yolçular yola düşdülər. Uşaqlar, burada 2 variant uyğun gəlir. A və B. Yəni, testin özündə B variantı verilsə də doğru cavab kimi. Yəni, bildiyimiz kimi bu kitaba uyğun testlərdə bir çox səhvlər var. Yəni, bunu da nəzərə almağınızı məsləhət görürəm. Amma bu testin özündə 2 variant doğrudur. Bir A variantı doğrudur. Yola düşdülər. Yəni, biz yolçunu götürüb yolun ortasına atmırıq ki, biz bunu həqiqi mənada işlədək ki, yola düşdülər, həqiqi olsun. Bu da məcazi mənadadır. Bir də var B variantında özünü itirmişdi. Özünü hardasa itirmək, yəni bu da məcazi mənada işlənir. Ona görə A və B variantlarının hər ikisi doğrudur. Üçüncü, onun danışdıqları tamamilə cəfəngiyat idi. Heç kim inana bilmədi. Cümləsində işlənmiş cəfəngiyat sözünün mənasını müəyyən edin. Hikmətli söz, məsəl, dəyərsiz söz, möcüzə. Doğru cavab olacaq C bəndi, dəyərsiz söz. Keçirik növbəti mətnlə bağlı suallarımıza. Yəqin ki, mətni hər biriniz oxumusunuz, oxumamışsınızsa da oxuyursunuz və beləcə sualları işləyirsiniz. İlk əvvəl mətnlə bağlı sualları işləməyə başlamamışdan əvvəl diqqətinizi çatdırım ki, mətnlə bağlı hər bir sualı düzgün cavablamaq üçün həmin suala gəlib mətnin daxilində axtarıb tapmaq lazımdır. Yəni, bunun üçün də əvvəldən mətni 1 dəfə, 2 dəfə oxuyun ki, təxminən hansı cümlənin mətndə hansı yerdə olacağını təxmin edə biləsiniz ki, bunu tapmaq sizin üçün rahat olsun. Və mətni oxuyarkən də diqqətlə oxumaq lazımdır. Keçək mətnlə bağlı 4-cü sualımıza. Mətnin mövzu və ideyasının doğru verildiyi bəndi müəyyənləşdirin. Deməli, mətnimizin adı doğrunun gücü deməkdir. Mətnin qısa məzmununu danışardım, amma bu artıq vaxt itkisidir. Ona görə də birbaşa suallara keçid edirəm. Doğruluq və vicdan. Doğru iş möhkəm olar, yalan iş tez dağılar. Yəni, mətnin mövzusunda iki dostun, daha doğrusu iki usta haqqında danışılır. Biri doğru və vicdanlıdır, digəri isə kələkbazdır və insanlara kələk gəlir. Ona görə də mətnin mövzusu olacaq doğruluq və vicdan. Doğru iş möhkəm olar, yalan iş tez dağılar. Bu da ideya olacaq. Çünki doğru olan ustanın, vicdanla iş görən ustanın işi daha möhkəm idi. O birisi isə yalanla iş görmüşdü deyə tikdiyi evdə tez dağılır. 5-ci, fırtınadan sonra şəhərdə hamı gerçəyi anladı deyərkən müəllif nəyi nəzərdə tutur? Baxın, burada belə bir cümlə var idi. Həmin cümləni tapaq. Fırtınadan sonra hamı gerçəyi anladı. Bu, əsasən mətnin sonlarındadır və sona gedirik. Burada, baxın, bu hissədə deyir ki, fırtına baş verir və fırtınadan sonra Kamilin evi uçub dağılır, amma Muradın evi daş kimi möhkəm dayanmışdır. Yəni, burada da bu hissəyə uyğun olan hansı olacaq? B variantı. Muradın evinin möhkəm qalmasını, Kamilin evinin dağılmasını, yəni bu gerçəyi anlayırlar. Keçirik 6-cı suala. Murada aid doğru fikirləri müəyyən edin. Müştərini aldatmaq üçün ucuz materialdan istifadə edirdi. Xeyr, bu Kamil idi. Yəni, bunları mətni diqqətlə oxuduqdan sonra bunların kimə aid olduğunu biləcəksiniz. Bunun qarşısına yazıram ki, dostuna mənim işim vicdanla qurulur dedi. Bəli, bu Murad idi.
Sonra fırtına zamanı onun evi dağılmadı. Bu da Murad idi. Tacirdən gizli saxta sütunlar qoydu. Bu Kamil idi. Gənclər ondan öyrənmək üçün yanında işləməyə başladılar. Bu da Murad olur. Murada aid olanlar 2, 3 və 5. Bu da gəlir olur D variantı, doğru variant. Keçirik 7-ciyə. Tacir bu hadisədən sonra sizcə aşağıdakılardan hansına qərar verəcək? Baxaq, yəni görək hansı variant doğru olacaq. Hər kəsə Kamil kimi ustaları seçməyi tövsiyə edəcək. Xeyr, çünki Kamilin tikdiyi ev uçub dağılmışdı və tövsiyə olunması biri deyildi. B. Evin yalnız xarici görünüşünə baxacaq. Xeyr, çünki xarici görünüş cəhətdən Kamilin tikdiyi ev daha gözəl idi, amma yağışda, tufanda uçub dağıldı. C. Yalnız etibarlı və düzgün sözlü ustalara iş tapşıracaq. Bəli, bu doğrudur. Necə ki, Murad kimi ustalara iş tapşıracaq. D. Bir daha ev tikdirməyəcək. Xeyr, bu yanlışdır. Çünki Kamil evi pis tiksə də Murad çox qəşəng ev tikmişdir. Möhkəm ev tikmişdir daha doğrusu. Və buna görə də yalnız etibarlı və düz sözlü ustalara iş tapşıracaq variantı doğru olmuş olacaq. Keçirik növbəti 8-ci sualımıza. Onlar başa düşdülər ki, yalan işin ömrü qısadır. Fikrini əsaslandırması hansı bənddə doğrudur? Yəni, bunu nə zaman başa düşə bilərlər? Kamilin tikdiyi gözəl evin fırtınadan sonra dağılmasından sonra başa düşə bilərlər. O da A variantına uyğun gəlir. Kamilin evi fırtına zamanı dağıldı. Yəni, yalan işin ömrü qısa olmuş oldu. 9-cu. Mətnin məzmununa əsasən doğru cavabları seçin. Kamilin evində. Görək, Kamil dedik ki, yalancı olan, saxtakarlıqla məşğul olan usta idi. Ucuz materiallardan istifadə olunmuşdur. Bəli, doğrudur. Bəzək üçün saxta sütunlar qoyulmuşdur. Bu da doğrudur. Daşlar bir-birinə sıx yerləşdirilmişdir. Xeyr, bu Muradın evində idi. Bünövrəsi dərin qazılmışdır. Xeyr, bu da Muradın evində idi. Yəni, bunu da bir dəqiqə mən burada indi sizə göstərəcəm. Doğru variantı seçək. 1-2C variantı olmuş olacaq. Və gəlib mətndə həmin hissəni sizə göstərim ki, daha yaxşı başa düşəsiniz. Keçdik. Baxın, burada deyir ki, Kamil işi tez qurtarmaq üçün ucuz materiallardan istifadə edirdi. Bir dəfə bazardan daş alarkən satıcı onu xəbərdarlıq edir ki, daşlar içi boşdur, tez çatlayır. Kamil isə əlini yelləyir ki, mənə fərqi yoxdur. Mənim işim görünüşdə gözəl göstərməkdir. Hətta bəzəyi üçün kağızdan hazırlanmış saxta sütunlar qoyur ki, ev daha dəbdəbəli görünsün. Gördünüzmü? Yəni, bu Kamilin xüsusiyyətləri idi. Amma Muradın xüsusiyyətlərinə baxın, sadə görünürdü, amma daşları bir-birinə sıx, divarlarını qalın idi. Baxırıq burada, hətta görək, bu hissə. Yəni, bura Kamilə aid idi, bura isə Murada aid olmuş olacaqdı. Ona görə də burada 9-cu sualda biz C variantını 1-i 2-ni Kamilə aid xüsusiyyət kimi seçə bilərik. 10-da mətnə əsasən fikri tamamlayın. Onlar anladılar ki, doğruluq möhkəm ev kimidir. Çünki, indi ardın oxuyaq. Muradın evi sadə görünürdü. Xeyr, bu olmayacaq. Niyə deyir ki, doğruluq möhkəm ev kimidir? O sualın cavabını axtarır. Fırtınadan sonra Muradın evi dağılmadır. Bəli, bu olacaq. Bax, belə deyə uşaqlar. Çünki sözü varsa, bu variantları bir-bir çünkidən sonra artırın cümlələri. Görün, hansı alınan cümlə mətnə uyğun, mətnin ideyasına uyğun olacaq. İndi gəlin bir-bir artıraq. Onlar anladılar ki, doğruluq möhkəm ev kimidir. Çünki Muradın evi sadə görünür. Görürsünüzmü? Heç uyğun gəlmir. Cümlənin ikinci hissəsi, birinci hissəsi ilə qətiyyən uyğunlaşmır. B-də onlar anladılar ki, doğruluq möhkəm ev kimidir. Çünki fırtınadan sonra Muradın evi dağılmadı. Bəli, bu doğrudur. Çünki möhkəm ev fırtınadan sonra dağılmadığı kimi doğruluq da ona oxşayır.
C-ni yoxlayaq. Onlar anladılar ki, doğruluq möhkəm ev kimidir. Çünki Kamilin evi daha parlaq və bəzəkli idi. Xeyr, bu da yanlışdır. İkinci hissə ilə birinci hissə uyğunlaşmır. Onlar anladılar ki, doğruluq möhkəm ev kimidir. Çünki tacir əvvəlcə tərəddüd edirdi. Bu da yanlışdır. Yəni, bir dənə B bəndində ikinci hissə birinci hissə ilə bir növ uzlaşır və uyğunlaşır. Bir mənanı yaradır. 11-ci suala baxırıq. 11-ci sualda deyir ki, nəyə görə gənclər Muradın yanında işləməyə başladılar? Variantlara baxaq. Çünki Murad işçilərindən yüksək maaş vəd etmişdi. Xeyr. Çünki Murad onlara hədə-qorxu gəlirdi. Xeyr. Çünki Muradın mənim işim vicdanla qurulur sözlərindən təsirlənmişdilər. Bəli, onun işinin dərinliklərini, vicdanını, necə məsuliyyətlə möhkəm ev tikdiklərini öyrənmək istəyirdilər və ona görə də C bəndi olur. D-də çünki Murad işini tez bitirirdi. Xeyr. Doğru cavab C olmuş olacaq. Keçirik növbəti 14-cü sualımıza. Daha doğrusu üzr istəyirəm 12-ci sualımıza. 12-ci sualda isə nə deyir? Mətndə verilmiş ifadələrdən hansı məcazi mənadadır? A. Muradın daşları ölçüb biçərək qoyması. Xeyr, bu həqiqi mənadadır. Çünki daşları ölçüb biçməlidir ki, onun hara necə yerləşəcəyini bilsin. B. Kamilin ucuz materiallardan istifadə etməsi. Xeyr, bu da həqiqi mənadadır. Belə yazaq da, həqiqi məna, ucuz materiallardan istifadə etməsi, yəni qiyməti ucuz olanlardan. C. Muradın sözlərinin qızıl olması. Bəli, bu məcazi mənadadır. Çünki söz qızıl ola bilməz. Sadəcə çox dəyərli olduğu üçün biz onu qızıla bənzədirik. Ona görə də doğru cavab C olacaq. D-də tacirin şəhər əhalisini çağırıb onların rəyini soruşması, bu da həqiqi məna olmuş olacaq. Keçirik növbəti mətnimizi oxuyuruq və 13-cü, 21-ci sualların izahına baxırıq. Mən artıq bir də mətni oxumuram, siz oxuyursunuz mətni və birbaşa keçirik 13-cü, 21-ci suallarımızın izahına. Baxırıq. Deməli, 13-cü sualımız, mətnimizin adı internetdir, informativ mətndir, internet haqqında danışılır və 13-cü sualımızı oxuyuruq. 13-cü sualda deyir ki, mətnə əsasən internet haqqında yanlış fikri seçin. Nədir? İnternet insanlara həm öyrənmək, həm də əylənmək imkanı verir. Bu doğrudur. B-də internetin verdiyi bütün məlumatlar tamamilə doğrudur. Xeyr, bu yanlışdır. Yəni, bizə lazımdır ki, bir dəqiqə işarələməni səhv etdim. Onu düzəliş edək. Biz yanlış olanı seçməliyiksə, ona görə B variantını seçəcəyik. A olan doğrudur. Bunu çıxardırıq. C-də doğrudur, D-də. Çünki mətnə diqqətlə baxsaq, görərik ki, 3-cü abzasda internetdən istifadə edərək diqqətli olmaq da vacibdir. Çox vaxt internetdə vaxt keçirmək dərslərə mane ola bilər. Hətta sağlamlığa da təsir edə bilər. Çünki kompüter və telefon qarşısında uzun müddət oturmaq gözləri yorur. Bundan başqa internetdə hər məlumat doğru olmur. Amma B də deyir ki, bütün məlumatlar tamamilə doğrudur. Ona görə də 13-də B variantı yanlış hesab ediləcək. 14-də baxırıq, internet haqqında mətnin məzmunu hansı fikri söyləməyə əsas verir. İnternet həm təhsil, həm də əyləncə üçün imkanlar yaradır. Bəli, bu doğrudur. İndi digərlərinə baxaq. İnternetdən istifadənin heç bir mənfi tərəfi yoxdur. Bu mənfi tərəflər 3-cü abzasda əks olunub. C-də internet yalnız məktəblərdə istifadə oluna bilər. Bu da yanlışdır. Həm evdə, həm məktəbdə, hər yerdə istifadə oluna bilər. D. İnternet gələcəkdə tamamilə yox olacaq. Xeyr. 4-cü abzasda internetin daha da irəli səviyyədə inkişaf edəcəyi haqqında danışılır. 15-ə baxırıq. Mətnə əsasən cümlə necə tamamlanmalıdır? İnternetdən uzun müddət fasiləsiz istifadə. Gəlin həmin cümləni biz mətndən axtaraq tapaq. Bu olacaq 3-cü abzasda internetdən uzun müddət oturmaq. Baxın, burada deyir. İnternet sağlamlığa təsiri ola bilər. İnternet haqqında danışılır. Biz uzun müddət sözünü tapırıq. Oturmaq gözləri və bədəni yorur. İndi gəlin həmin cümləyə uyğun olan variantı tapaq. A bəndi.
gözləri və bədəni yorur. Düzdür, burada həmin cümləni tam olaraq verməyib, amma uzun müddət fasiləsiz istifadə qismi burada var. Uzun müddət oturmaq. Uzun müddəti tapıram və cümlənin ardını buradan tapıram ki, gözləri və bədəni yorur. Ona görə də A variantı doğru hesab ediləcək. B-yə baxırıq, sağlamlığı daha da möhkəmləndirir, xeyir. Dərslərə marağı artırır, xeyir. Uşaqları idmana həvəsləndirir, xeyir. Yəni, burada heç mətndən tapmasaq belə, variantlara da baxanda hiss olunur ki, doğru variant hansı olmuş olacaq. Keçirik növbəti 16-cı sualımıza. Mətnə əsasən internet nə edir? İnternet insanlara öyrənməkdə kömək edir. Bəli, doğrudur. Həmişə doğru məlumat verir, xeyr, yanlışdır. Bu, 3-cü abzasda öz əksini tapır. Əylənmək və ünsiyyət qurmaq imkanı yaradır, doğrudur. 4. Sağlamlığa heç bir təsir göstərmir, bu da yanlışdır. Bu da 3-cü abzasda əks olunur ki, təsiri var. Doğru cavab olacaq 1 və 3, A variantı. Baxırıq 17-ci suala, düzgün fikri müəyyən edin. İnternetin müsbət tərəfləri. Deməli, bu hissədə biz internetin müsbət tərəfini tapacağıq. Burada isə mənfi tərəfini tapacağıq. Ona görə baxaq, görək, internetin müsbət tərəfləri nədir? İnternet şagirdlərin mövzuları daha yaxşı başa düşməsinə kömək edir. Bəli, bu müsbət tərəfdir. Daha doğru, 3-ə baxaq, sonra bura keçək. İnternetdən həddindən artıq istifadə dərslərə mane ola bilər. Bəli, bu da doğrudur. Amma ki, belə bir şey var ki, bu mənfi tərəfdir. Mənfidə olmalıdır. Bu, bura gəlməlidir. Ona görə mən bunu seçə bilmərəm. Müsbətə aid deyil bu. Keçirik internetin mənfi tərəflərinə. Bu hissədə mənfilər əks olunmalıdır. İnternet uzaqda yaşayan dostlarla ünsiyyəti asanlaşdırır. Bu müsbət tərəfdir. Bu tərəfdə olmalıdır. Amma bura yazıblar. Ona görə bunu seçmirəm. 4. İnternetdə uşaqlar üçün uyğun olmayan məlumatlar ola bilər. Bəli, mənfi hissəyə bu aiddir. Deməli, internetin mənfisi budur. Müsbəti isə bu. Ona görə 1, 4, D variantını seçmiş olacağım. 18. Mətndə bu haqda danışılmır. İnternetin təhsildə faydalarından danışılır. İnternetin əyləncə imkanlarına danışılır. İnternetin sağlamlığa təsirindən danışılır və sonuncu internetin alış-veriş üçün istifadəsindən danışılmır. Deməli, danışılmayan D variantı olmuş olacaq. 19. Mətndə hansı suallara cavab tapmaq mümkün deyil? 1. İnternet ilk dəfə nə vaxt geniş yayılmağa başladı? Bu var. Gəlin tapaq. Burada ilk dəfə 1990-cı illərdə geniş yayılmağa başlayır. Bu olur ilk dəfəsi. Birincinin cavabını tapdıq. İkinci, internet gələcəkdə necə inkişaf edəcək? Bu da var. 4-cü abzasda deyir ki, gələcəkdə internetin daha da inkişaf edəcəyi, daha sürətli və təhlükəsiz olacağı gözlənilir. Bunun da cavabı var. Üçüncüyə baxırıq, internet hansı ölkədə ixtira olunub? Bura baxaq, görək. 19-cuya internet hansı ölkədə ixtira olunub? İlk hissədə olmalıdır. Bunun cavabı yoxdur. Ona görə də 3-ü işarəliyik. Mətnə də diqqətlə baxsaq, ilk dəfə istifadəsi yazılıb, amma hansı ölkədə olduğu yazılmıyor. 4-cü, internetdən istifadə edən insanların sayı nə qədərdir? Bu da mətndə əks olunmayıb. Ona görə 3-4 D variantı doğru olmuş olacaq. Keçək növbəti 20-ci sualımıza. Yirminci sualda deyir ki, üçüncü abzası hansı yarımbaşlıqla adlandırmaq olar? Uşaqlar, üçüncü abzası oxuyanda buradan artıq siz görərsiniz ki, burada internetin zərərlərindən danışılır, internetin mənfi tərəflərindən, negativlərindən danışılır. Yəni, ona görə də elə üçüncü abzası oxuyanda faydalardan danışılırmı? Xeyir. Mənfi tərəflərdən danışılır, bəli. Tarixindən danışılırmı? Xeyir.
İnternet və gələcəkdən danışılırmı? Xeyr. Ona görə də doğru cavab olacaq B. Ümumiyyətlə, bu yarımbaşlıqların hər birini abzaslarla da uyğunlaşdırmaq olar. İnternetin faydalarından danışılan ikinci abzasdır. Sonra internetin tarixi birinci abzasdadır. İnternet və gələcək dördüncü abzasdadır. B variantı isə üçüncü abzasa uyğun gəlmiş olur. 21. İnternetdə hər məlumat doğru olmur. Buna görə də uşaqlar üçün uyğun olmayan məlumat da ola bilər. Cümləsini neçənci abzasa əlavə etməklə mətnin məzmununu genişləndirmək olar. Biz dedik ki, internetin mənfi tərəflərindən, məlumatların doğru olmamasından üçüncü abzasda danışılır. Baxın, ona görə də həmin o məlumatın doğru olmamasını biz üçüncü abzasa rahatlıqla əlavə edib mətnin məzmununu genişləndirə bilərik. Keçirik növbəti mətnimizə. Bu artıq verbal və qrafik mətindir. İnfografik. Burada şəkillər və mətin təsvir olunub. Bu mətndə qu quşu və qazlar haqqındadır. Birbaşa 23-cü sualımızı oxuyaq. Biri qu quşlarına aid xüsusiyyət deyil. Deməli, uşaqlar, mətnimiz dedik ki, qu quşları haqqındadır və 22-ci suala baxırıq. Mən səhvən 23-cü suala başlamışdım, amma əslində isə birinci sualımız 22-ci sual olacaq. Qu quşlarının sosial quş olması və qrup şəklində yaşaması hansı abzasda başa düşmək olar? Bu, dördüncü abzasda öz əksini tapır, hətta altından xətt çəkim ki, siz bu hissəni daha yaxşı görəsiniz. Baxın, qu quşları sosial quşlardır və böyük qrup şəklində yaşaya bilirlər. Bu da onların təhlükələrdən qorunmasına və qida tapmasına kömək edir. Yəni, sosial quşlar olması dördüncü abzasdır. Amma burada dördüncü abzas variantı da var və kitabın özündə olan cavabı əsasən D-dir. Yəni, hər iki cavab düzdür. Çünki sonuncu abzas yazılıb burada. Sonuncu abzasımızda elə dördüncü abzas olduğu üçün variantı həm mən sonuncu abzasda götürə bilərəm, həm dördüncü abzasda götürə bilərəm. Yəni, bu iki variantın ikisi də eyni yerə gedir, çıxır. Yəni, ola bilsin ki, bu texniki bir səhv olub ya nəysə, amma doğru cavabımız A götürənlər də doğru olur, D götürənlər də doğru olur. Və 23-cü sualımıza baxırıq. Biri qu quşuna aid xüsusiyyət deyil. Qu quşuna aid olmayan xüsusiyyəti tapaq. Yaxşı üzmə bacarığı ilə tanınırlar. Bəli, gəlib mətndə bunu asanlıqla da tapa bilərsiniz ki, qu quşları yaxşı üzmə bacarıqları ilə tanınırlar və bu onların üçüncü abzasda əksini tapır. Qu quşları yaxşı üzmə bacarıqları ilə tanınırlar. Bu var. Təhlükə zamanı inanılmaz sürətlə uça bilirlər. Baxın, təhlükə anında inanılmaz sürətlə uça bilirlər. Altını işarələdim. C. Rəngləri boz, ağ və ya qarışıq ola bilər. Bunu da gəlib tapırıq. Görək, o rəngləri ağ, boz və ya qarışıq olan haradadır? Aha, baxın, boz, ağ və ya qarışıq rəngdə olurlar. Amma bu qu quşuna aid deyil, qazlara aiddir. Cümlənin başından başlayaq oxumağa. Qu quşları qədər iri və möhtəşəm görünməsələr də, qazların da lələkləri onları soyuqdan qoruyur və çox vaxt boz, ağ və ya qarışıq rənglərdə olurlar. Deməli, bu C qazlara aid xüsusiyyət olmuş olacaq, qu quşlarına yox. Köç zamanı minlərlə kilometr məsafə qət edə bilirlər. Bu da qu quşlarına aid olmuş olacaq və birinci abzasda, bir dəqiqə baxın, öz əksini tapmış olacaq. Keçirik növbəti sualımıza. 24-cü sualımıza baxırıq. Minlərlə kilometr məsafə qət etməsi birinci abzasda yox, dördüncü abzasda. Buyurun, altından xətt çəkdim. Dördüncü abzasda öz əksini tapır, üzrlü sayın. 24. Mətndə hansı suala cavab yoxdur? Bu quşlar nə ilə qidalanır? Bu sualın bir dəqiqə mən ekranı təmizləyim, mətn hissəsini və sizə rahat şəkildə sualların cavablarının verildiyi cümlələrin altından xətt çəkərək göstərim. Qu quşları nə ilə qidalanır? Baxın, bu dördüncü abzasda var. Su bitkiləri, yosunlar, həmçinin kiçik su canlıları. Deməli, bunun cavabını tapdıq. B. Qu quşlarının çəkisi neçə kiloqram olur?
Bu da var. Şəkildə də var. 4-8, daha doğrusu 4-8 qazlara aiddir. 10-15 kiloqram. Deməli, bunun da cavabı var. Qu quşları hansı sürətlə uça bilir? Bunun da cavabı, bir dəqiqə, görüm varmı? Yox, bunun cavabı artıq yoxdur. 4D-yə baxaq, qu quşları harada yaşar? Bəli, bunun cavabı var. Və onlar əsasən, tapaq görək harada yaşayır. Bir dəqiqə. Soyuq, həm də mülayim iqlimə uyğunlaşa bilirlər. Qış mövsümü bəzi isti ölkələrdə köçəri halında keçirirlər. Yəni, iqlim olaraq deyir ki, harada yaşayırlar. Amma belə tam bir yer olaraq qeyd edilməyib. Amma bunu da cavab kimi seçmək olar. Doğru cavab, burada cavabı verilməyən sual C bəndi olacaq. Ki, C bəndinin cavabı verilməmişdir. Keçirik 25-ci suala. Qu quşlarının qışda köç etməsinin əsas səbəbi nədir? Bu köç etmə hissəsini bir də diqqətlə nəzərdən keçirək. Görək bunun səbəbi nə kimi verilmiş olur. Qu quşları həm soyuq, həm də mülayim iqlimə uyğunlaşa bilir və qış mövsümündə bəzi növləri daha isti bölgələrə köç edirlər. Yəni, köç etməsinin səbəbi isti iqlimə uyğunlaşmaq üçün olması olacaq. Doğru cavab olacaq B variantı. Yem ehtiyatının tükənməsi xeyir, burada əks olunmayıb. Su hövzələri donduğu üçün bu da əks olunmayıb. Düşmənlərdən qorunmaq üçün bu da əks olunmayıb. B bəndi isti iqlim. Baxın, burada isti bölgələrə köç etməsi, isti iqlimə uyğunlaşmaq üçün bu əksin tapıb. 26-cı suala baxırıq. 26-cı sualda görək nə var. 26-cı sualda deyir ki, qu quşları təhlükə zamanı niyə asanlıqla xilas ola bilər? Onlar uzun boyları ilə düşmənlərini qorxudurlar. Xeyr. Bir dəqiqə, bu cavabın verildiyi, baxın, onlar suyun üzərində sakit və ləng hərəkət etsələr də təhlükə anında inanılmaz sürətlə uça bilirlər. Elə bu cavab bizə lazımdır. Çünki inanılmaz sürətlə uça bilirlər və buna görə də təhlükədən xilas ola bilirlər. C variantı doğru olur. 27-də sonuncu abzasda nədən bəhs olunmur? Uşaqlar, sualları fikir verərkən, oxuyarkən daha doğrusu feil hissəsinə diqqətdən baxın. Bəzən onlar fərqləndirilməmiş ola bilər və bu fərqləndirilməyəndə də sizə problem yaradır. Bir də bu suala keçməzdən əvvəl onu da qeyd edeyim ki, 26-cı sualda kitabda olan D variantı doğru götürülüb. Amma burada doğru olan D variantı deyil. C variantıdır. D variantı qu quşlarına aid deyil. Bu, qazlara aiddir, qrup halında yaşamaq. Ona görə də qu quşlarına aid olan xilas olma yöntəmi C variantı olmuş olacaq. Keçirik 27-ci sualımıza. 27-ci sualda deyir ki, qu quşlarının sonuncu abzasda nədən bəhs olunur? Baxın, burada sonuncu abzas verilib və bunu asanlıqla siz oxuya bilərsiniz. Sonuncu abzasda qu quşlarının yaşayış tərzindən xeyir, qu quşlarının qidalanma xüsusiyyətindən xeyir, qu quşlarının yaşayış mühitindən xeyir, qu quşlarının ovlanmasından bəli. Baxın, burada deyir ki, harada qidalanırlar, nə ilə qidalanırlar, niyə köçürlər. Yəni, bunlar öz əksini tapmır. Qu quşlarının yaşayış tərzindən burada bəhs olunur, hansı iqlimlərdə yaşayırlar filan, qidalanma xüsusiyyətlərindən də, yəni nə yeyir, ondan da danışılır. Yaşayış mühitindən hansı mühitdə yaşayırlar, o da danışılır, amma bir dənə necə ovlanırlar, o haqda danışılmır. Ümumiyyətlə, qu quşlarının ovlanmasından mətndə bəhs olunur. Keçirik, bizə də olunmayan lazım olduğu üçün D-ni seçirik. 28-ci suala baxırıq, mətndə də, şəkildə də olmayan məlumat hansıdır? Yəni, mətni oxumuş olsa bilirik, indi isə variantlara əsasən şəkilə də diqqətlə baxarıq və cavabı taparıq. A. Qazlar güclü yaddaşa malikdir. Qazların güclü yaddaşa malik olması görək harda var. Baxın, şəkildə qazlar çox güclü yaddaşa malikdir. Bu var, bunu çıxdıq. B.
Qu quşlarının ömrü 20-30 il olur. Bu da var. Baxın, burada şəkildə qu quşlarının ömrü 30 il, 20-30 il olur. C. Qu quşları 90 km/saat sürətlə uçur. Xeyr, bu ya mətndə yoxdur, ya da şəkildə öz əksini tapmayıb. D. Qu quşları yaxşı üzməyi bacarır. Bəli, bu da mətnin 3-cü abzasında öz əksini tapır. Keçirik növbəti 29-cu suala. 28-də bildinizdə doğru cavab C olmuş olacaq. 29-a baxırıq. Mətnə görə fikirlərdən biri yanlışdır. Qu quşlarının boyu 1,5 metrə qədər çata bilər. Bəli, bu şəkildə öz əksini tapıb. Doğrudur. Bizə də yanlış olan lazımdır. B. Qu quşlarının çəkisi 10-15 kiloqram arasında dəyişir. Bu da mətndə şəkildə öz əksini tapıb və şəkildə mətnə aid olduğu üçün bunu doğru hesab edə bilərik. C. Qu quşlarının qanat açılışı 3,5 metrə qədər ola bilər. Bu yanlış olmuş olacaq. Çünki baxın, burada yazıb ki, qanat açılışı, bir dəqiqə pozum mən buranı üstün işarələmişəm. Qanat açılışı 2,5 metr. Qazlarınki isə 1,5 və 1,8 metrdir. Yəni, burada 3,5 yox, bu doğru cavab kimi mən 2,5 olsaydı seçə bilərdim. Ona görə də C-ni yanlış hesab edirəm. 30. Bəzi qu quşları isə qış mövsümündə köç etməyi buz bağlamayan göllərdə qalırlar. Cümləsini neçənci abzası əlavə etməklə mətni genişləndirmək olar. Dedik ki, qazların yaşadığı iqlimi 4-cü abzasda danışırıq. Deyir ki, qu quşları, qazlar dendi, qu quşlarını üzr istəyirəm, həm soyuq, həm də mülayim iqlimə uyğunlaşa bilir və qış mövsümündə bəzi növləri daha isti bölgələrə köç edir. Həmin cümləni gətirib bunun ardından yazsam, rahat şəkildə mətni genişləndirə bilərəm və heç bir pozuntu da olmaz. Bu isə 4-cü abzasda D variantında öz əksini tapmış olacaq. Bu qədər uşaqlar, Azərbaycan dil suallarını yekunlaşdırırıq və növbəti videoda riyaziyyat suallarını da paylaşmış olacaq. Çox sağ olun. Hələlik.